bax, deyirsən, tarix hər yer. Bəli. Mən heç bir aparıcıya heç vaxt zəng vurub deməmişəm ki, məni efirə dəvət elə. Yəni, bax, sizin bir aparıcı həmkar dostunuz var, İsa. Bəli. Mənim deməli, internet kanallarının birindən müsahibə verəndə mən orada soruşdular ki, hansı aparıcıların verilişində olmaq istəyirsən? Yəni, mən dedim, Tolikin, Zaur Kamalın və Nainə xanımın. Bunu İsa götürdü, öz xəbər səhifəsində paylaşdı. Bunu paylaşanda Tolik girdi, orada sırada rəy yazdı ki, mən söz verirəm, səni efirimə dəvət edəcəm. Məncə Tarix bəyin ürəyi genişdir, inşallah ki, vallahi bilmirəm, indi. Çünki mən Toylar Kralı layihəsində tapdıq, deməli, orada 21 nəfər iştirakçı var idi. Mən də orada seçilmişdim. Tolik sağ olsun, mənə orada dəstək oldu, mənə orada saxladı. Dəstək olub da. Yox, o başqa şeydir. Tarixin bir günü verilişi başqa şeydir. Yəni, bilmirəm, burada olan. Çünki məndən qabaq efiri tərk eləyənlər də o verilişə çıxıb. Məndən sonra çıxanlar da yəni oraya gedib. Hətta oraya qatılanlar, 150 nəfər iştirakçı, 100 nəfər də gedib. Ümumən məni niyə çağırmır bilmirəm. Çox maraqlı şeydir. Deməli, yenidən bir müraciət edirsən, hə? Yox, mən müraciəti efir vasitəsilə elə. Tolik, nəsə bir problem varsa diqnə. Formatıma yaramırsan, oxuya bilmirsən. Nəsə bir söz diqinə, mən dəfələrlə zəng edib deyəsi deyiləm ki, Tolik özü mənə söz verib, mən Tolikdən istəməmişəm məni efirə çağırır.